Mayın 11-də saat 04 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Horadiz Sərhəd Dəstəsinin xidməti ərazisində Xudafərin körpüsü istiqamətində naməlum şəxslərin şübhəli hərəkəti müşahidə olunub. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə İran ərazisindən keçən şəxslər körpüdə qazıntı aparıblar. Qeyd edilib ki, İran ərazisindən Xudafərin körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar. Dövlət Sərhəd Mühafizəsinin tapşırığını yerinə yetirən sərhəd naryadı dərhal hadisə yerinə cəlb olunub. Eyni zamanda müqabil tərəfin sərhəd nümayəndəliyinə təcili olaraq hadisə barədə məlumat verilib. Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb. Geriyə qaçan digər 3 nəfər isə İran ərazisində saxlanılıb. Sərhəd nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Körpünün qazıntı işləri aparılan hissəsində istifadə edilən qazma vasitələri aşkar olunaraq götürülüb. Müqabil tərəfdən verilən məlumata əsasən saxlanılan şəxslərin İran vətəndaşları olduğu bildirilib. Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır. Əməliyyat istintaq tədbirləri davam etdirilir.